Zəfər. Necədir vəziyyət? Yaxşı. Bu misalları yaz görək, yaza bilirsən, hə? Bildiyimiz kimi əsaslar bərabər olduğunda vurma zamanı qüvvətləri toplayır, bölmə zamanı isə çıxırır. İndi birinci məsələmiz gördüyünüz kimi əsaslar 3-dür, bölmədir, ona görə çıxacağıq. 5-dən 5 gedir, amma burada mənfi 2 dənə mənfi olduğuna görə müsbət olur. 2K-dan da K-nı çıxanda 3K üstəgəl 10 eləyir, 5 üzərmişəndə. Sonra bölmə var burada, K-dan K-nı çıxanda 0 alır, burada K-lar edir, 2-nin üstündə 7 qalır. 5A vur 5, 2, üstündə 2. Burada vurma var, ona görə tutacağıq. 5A üstündə 2. Burada da eyni məsələdir, misaldır. 5 üstündə 3 vur 5K, 5 üstəgəl K edir. Burada mənfilər gedir, islah olur. 4-ün üstünə də 1 gələndə 5 edir, 5-in üstündə 5. Burada 25-dən 5-in kvadratı çıxır. Burada 5A var, 5, 2 üstəgəl A edir. Burada mənfilər gedir. 4-dən də 4 çıxanda 0 qalır, 2-nin üstündə 0-da 1-ə bərabərdir. Sonra K-lar gedir, 2-nin üstünə 5 gəldi, 2-nin üstünə 7 edir. Burada vurmadır, 3-ün üstündə 6-dır. Bu da 3K üstəgəl 1. Burada da 3K üstəgəl 7 edir. 3-ün üstündə 6 nə idi ki orada? Onu izah elə görək Zəfər. 729, 3-ün üstündə 6-dır. Yəni 10 kvadratı kimi. Ona görə də orada əsaslar eyni olsun deyə 3-ə çevirik. Afərin, afərin. İndi mənfilər də silirik. 3-ün üstündə 2 var. Afərin Zəfər, səhvsiz elədin. Halal olsun.